Salamlar, vaxtınız xeyir olsun. Mən Ad Gözəl Lakşin, insan psixologiyası metodisti. Çoxlu belə bir suallar verildi. Psixoloji cəhətdən yorulmusan. Əslində insan gedir daş daşıyasan, yük daşıyasan, fəhlə olasan, yaxud ağır bir işdən olasan, yaxud beyin cəhətdən təhsil işindəsən, amma bu qədər yorulmursan. Sadəcə səni yoran bəzən olan şeylərin olmamasıdır. Nə? 3. Yox, bu videodadır. Həmin olan şeylərin olmamasıdır. Birisi bu da nə ilə bağlıdır? Məqsədli şəkildə bəzən sıfırlanan bir şeylər olur. Məsələn, özündən asılı olmadan baş verən hallar. Tutaq ki, gərginsən, ən yaxşı anında elə bir qərar verirsən ki, yaxşı olur, pis. Ona görə heç zaman boşuna deyilməyib ki, əsəbi olanda bir fikir söyləmə, yaxud çox yaxşısan söz vermə nəyəsəyə. Çünki insanın psixoloji beyin faktoru müsbəti mənfiyə çevirməyə daha tez biruzə verir. Sən mənfini müsbətə çevirməyə. Çünki hər zaman hər şeyin yaxşıdan daha çox pis istiqamətə getməyə meyillidir. Bu ümumi bumerang tipli həyati faktorlardır. Ona görə beyin düşüncələrinizə çalışın hər zaman yönəltməmişdən qabaq ilk öncə beyində qərar verin, çölə səsləndirməyin. Belə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsə məlumat verə bilərlər.